بسم الله الرحمن الرحيم إن الحمد لله نحمده ونستعينه ونستغفره ونتوب إليه ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله اللهم صل وسلم وبارك على نبينا محمد وعلى آله وصحبه والتابعين أما بعد فالسلام عليكم ورحمة الله وبركاته. Allah'ın salamı, rahmet ve bereketi Allah Subhanahu ve Teala iman etmiş, yalnız Allah'a teslim olmuş ve yalnız onun elçisi Muhammed sallallahu aleyhi ve selleme ittiba eden kullarına olsun. Ve bizi dinleyen, daha doğrusu vahyi dinleyen ve yalnız vahye tabi olan bütün kardeşlerime öz salamımı, öz ehtiramımı çatdırıram. İster burada, ister Türkiye'de, ister Avrupa'da ve diğer yerlerde vahye tabi olan, vahyi dinleyen kardeşlerimize Allah Subhanahu ve Teala'nın salamı olsun diyelim. Kitabul Cenaiz, Kitabul Cenaze, cenaze kitabında, yani Sebil-i Raşad hadis kitabımızın cenaze bölümünden hadisleri okumaya devam edirik. Babun nehyi anis salati alel münafikin. Münafiklere namaz kılmağın nehy olunması babı. Haddetheni İbrahim İbnül Munzir. Haddethena Enes ibn İyad. An Ubeydillah el-Nafi' an İbn Umar radıyallahu anhuma. Ennehu kâl. Lemma tuvuffiya Abdullah ibn Ubey. جاء ابنه عبد الله ابن عبد الله إلى رسول الله صلى الله عليه وسلم فأعطاه قميصه وأمره أن يكفنه فيه ثم قام يصلي عليه فأخذ عمر بن الخطاب بثوبه فقال تصلي عليه وهو منافق وقد نهاك الله أن تستغفر لهم قال إنما خيرني الله أو أخبرني الله فقال استغفر لهم أو لا تستغفر لهم إن تستغفر لهم 70 مرة فلن يغفر الله لهم فقال سأزيده على 70 قال فصلى عليه رسول الله صلى الله عليه وسلم وصلينا معه ثم أنزل الله عليه ولا تصلي على أحد منهم مات أبدا ولا تقم على قبره إنهم كفروا بالله ورسوله وماتوا وهم فاسقون أخرجه أحمد والبخاري ومسلم وابن ماجه والترمذي والبزار والنسائي وابن حبان والبيهقي. Bu hadis-i şerifte Abdullah İbn Umar İbnül Hattab el-Umari radıyallahu anhuma haber verir ki Abdullah İbn Ubey, yani Abdullah İbn Ubey İbn Salul öldüğü zaman onun oğlu Abdullah İbn Abdullah Resulullah sallallahu aleyhi ve sellemin yanına gelir. Diğer rivayetlerde deyir ki Abdullah İbn Abdullah, yani ölen şahsın oğlu deyir ki paltarını veya qamis, yani qamis kəlməsi köynə kimi tərcümə olunsa belə, yəni bu bildiğimiz indiki geyinən köynəklər deyil, uzun olan, yəni bugün cələbiyə diye tanınır. O tipdə inşallah paltarlara deyilir. Yəni ölən şəxsin oğlu Abdullah İbn Abdullah İbn Ubey İbn Salul gəlir, sahabədir radiyallahu anhu. Və Rasulullah sallallahu aleyhi və səlləm ona qamisini, yəni o köynəyini verir. Və o köynəkdə, yəni o köynəklə kəfənə bürünməsini əmr edir Rasulullah sallallahu aleyhi ve sellem. Sonra qalxıb ona namaz qılmaq istəyir. Və Ömər ibn Xattab radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi ve sellemin paltarından tutur, libasından yapışır və deyir ki, münafiq olduğu halda mı ona namaz qılırsan? Allah onun üçün bağışlanma diləməyi sənə qadağan etmişdir.
Və Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, Allah yalnız mənə seçim vermişdir və yaxud da ki, Allah mənə xəbər vermişdir və Rasulullah sallallahu aleyhi ve sellem ayəti oxuyur. Ayətdə Allah subhanahu wa ta'ala buyurur ki, Tövbə surəsi 80-ci ayət, onlar üçün bağışlanma dilə və ya bağışlanma diləmə. Əgər onlar üçün 70 dəfə bağışlanma diləsən, əsla Allah onları bağışlamayacaqdır. Və buyurur ki, Rasulullah sallallahu aleyhi ve sellem, mən onun üçün 70-dən də artıq dəfə, 70 dəfədən artıq bağışlanma diləyəcəm. Və buyurur ki, Abdullah ibn Ömər, Rasulullah sallallahu aleyhi ve sellem ona namaz qıldı, biz də qıldıq. Sonra Allah subhanahu wa ta'ala ayət nazil etdi ki, onlardan hər hansı bir ölən birisinin üzərində əsla namaz qılma, yəni birisi üçün namaz qılma və əsla onun qəbrində durma. Şübhəsiz ki, onlar Allah və Rasuluna küfr etmiş və fasik kimi ölmüş bir qövmdür, bir topluluqdur. Bu hədisi şərifdən və bu ayətlərdən biz anlamış oluruq ki, münafiq olduğu bilinən bir şəxs öldükdə onun üçün cənazə namazı qılınmır, lakin dəfn olunur. Allah ən doğrusunu bilir. Bəb Əs-sufuf və təkbir aləl cənazə. Cənazə üçün səhvlər və təkbir babı. Yəni, cənazə namazı qılanda səhvlər qurulması və təkbir gətirilməsi babı. Həddəsənə Abdullah ibn Yusuf, əxbərənə Malik, an İbn Şihab, an Sa'id ibn el-Museyyəb, an Əbi Hüreyrətə radiyallahu anhu, أن رسول الله صلى الله عليه وسلم نعى النجاشي في اليوم الذي مات فيه وخرج بهم إلى المصلى فصف بهم وكبر عليه 4 تكبيرات. وفي رواية عن سعيد بن المسيب عن أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم نعى النجاشي في اليوم الذي مات فيه وخرج بهم إلى المصلى فصف بهم وكبر عليه 4 تكبيرات. أخرجه مالك وأحمد والبخاري ومسلم وأبو داود وابن ماجه والترمذي والنسائي. Bu hadis-i şərifdə Abdurrahman ibn Saxr əd-Davsi Əbu Hüreyrə radiyallahu anhu buyurur ki, Nəcaşinin öldüyü gündə, onun ölüm xəbəri yayılanda Rasulullah sallallahu aleyhi ve sellem onlarla birlikdə musallaya, yəni namaz qılınan yerə çıxdı və onları səhvə düzdü və Nəcaşi üçün 4 təkbir gətirdi. Yəni cənazə namazı qılmağına işarədir bu 4 təkbir gətirilməsi. Bilirsiniz ki, inşallah burada zikr olunduğu kimi cənazə namazı qılınarkən 4 təkbir gətirilir, 4 təkbir alınır. Yəni Allahu Akbar deyilir 4 dəfə. Yəni, ikinci bir rivayət, yəni eyni ləfzdədir, ona görə də təkrar onu tərcümə etmirik. Bu hədis-i şərifdən biz deməli qiyabında olsa da belə biz bilirik ki, Əshəmə adında, yəni Nəcaşi ad deyil, Nəcaşi tituldur. Yəni məsələn imperator, kral və s. titul olduğu kimi Nəcaşi də bir tituldur. Yəni o vaxt ki, indiki Həbəşistan, indiki Efiopiya vaxtilə Həbəşistan deyilirdi. Onun oranın hökmdarlarının Nəcaşi deyilirdi. Onun adı Əshəmədir radiyallahu anhu və ardah. Və Rasulullah sallallahu aleyhi ve sellem onun salih bir qul olmasına işarə etmişdir. Dillə demişdir salih qul olmasını və bu hədis şərtdən biz anlayırıq ki, qiyabında olsa da bir müsəlmanın öldüyünü eşitdiyimiz zaman onun üçün cənazə namazı qılmağımız caizdir. Bəb qiraatul fatihəti əv bəb qiraati fatihətil kitabi aləl cinazə. Cənazəyə, yəni cənazə namazı qılarkən Fatihə surəsinin oxunması, yəni cənazə sözü cənazə deyə, yəni hər iki cür, yəni cim hərfinin kəsrəli və ya fəthalı oxunması inşallah, yəni məşrudur, daha doğrusu caizdir. Hədis şərtdə buyurulur ki, Bismillahirrahmanirrahim. Həddəsənə Muhammed ibn Bəşşar, həddəsənə Gundar, həddəsənə Şü'bə, an Sa'ad, عن طلحة قال صليت خلف ابن عباس رضي الله عنهما
حدثنا محمد بن كثير أخبرنا سفيان عن سعد بن إبراهيم عن طلحة بن عبد الله بن عوف قال صليت خلف ابن عباس رضي الله عنهما على جنازة فقرأ بفاتحة الكتاب قال ليعلموا أنها سنة. عن طلحة بن عبد الله قال صليت خلف ابن عباس على جنازة فسمعته يقرأ بفاتحة الكتاب فلما انصرف أخذت بيده فسألته فقلت تقرأ؟ قال نعم إنه حق وسنة. أخرجه الطيالسي والشافعي والبخاري وأبو داود والترمذي والنسائي وابن الجارود والطبراني والدارقطني والبيهقي. Bu hadis-i şerifte de Talha İbni Abdullah deyir ki Abdullah İbni Abbas'ın arkasında namaz kıldım. Yani cenaze namazını kıldım. Ve işittim ki kitabın Fatiha'sını yani bildiğimiz Fatiha suresini okuyor. Ve Abdullah İbni Abbas radıyallahu anh deyir ki لِيَعْلَمُ أَنَّهَا sünneh. Yani bilsinler ki Fatiha'nın qiraəti, Fatiha'nın okunması sünnettir. Diğer bir rivayette ise deyir Abdullah İbni Abbas'ın arkasında cenaze namazı kıldık ve işittim ki o kitabın Fatiha'sını okuyor. Sonra yani namazdan bittikten sonra elinden tuttum ve soruştum ki okuyursan yani Fatiha'nın okumasını soruşur. Ve dedi ki Abdullah İbni Abbas radıyallahu anhuma bəli o haktır ve sünnettir. Yani sünnetten qəsti bu bazı mezhep dininde olanların dediği kimi yani vacip değil vesaire öyle değil. Yani sünnet Resulullah sallallahu aleyhi ve sellemin koyduğu yoldur ve izlenilmesi mütləqdir. Her bir Müslüman gücü çatdırdığı çərçivədə ona əməl etmesi şer'an talep olunan, emr olunan bir şeydir. Növbəti bir rivayet ve haddesena Nasr ibn Ali el-Cahdami ve İshak ibn İbrahim كلاهما عن عيسى بن يونس عن أبي حمزة الحمصي وحدثني أبو الطاهر وهارون بن سعيد الأيلي واللفظ لأبي الطاهر قال حدثنا ابن وهب أخبرني عمرو بن الحارث عن أبي حمزة بن سليم عن عبد الرحمن بن جبير بن نفير عن أبيه عن عوف بن مالك الأشجعي قال سمعت النبي صلى الله عليه وسلم صلى على جنازة أو سمعت النبي صلى الله عليه وسلم صلى على جنازة يقول اللهم اغفر له وارحمه واعف عنه وعافه وأكرم نزله ووسع مدخله واغسله بماء وثلج وبرد ونقه من الخطايا كما ينقى الثوب الأبيض من الدنس وأبدله دارا خيرا من داره وأهلا خيرا من أهله وزوجا خيرا من زوجه وقه فتنة القبر وعذاب النار. قال عوف فتمنيت أن لو كنت أنا الميت لدعاء رسول الله صلى الله عليه وسلم على ذلك الميت. أخرجه ابن أبي شيبة وأحمد ومسلم والترمذي والنسائي وابن حبان. Dikkatle hadise kulak alsın. Avf ibn Malik el-Eşsa'i radıyallahu anh deyir ki Resulullah sallallahu aleyhi ve sellem'e eşittim ki yani cenaze üzerine yani cenazeye namaz kıldıkta böyle deyir. Allahümme gfir lehu ve rhamhu. Ey Allah'ım onu bağışla ve ona rahmet. Ve'fu anhu ve afihi. Onu affet ve onu afiyette, yani onu koru. Onu affet ve onu salamatlıkta et. Ve akrim nuzulahu. Onun nuzulunu kerim et. Yani onun qəbrə qoyulmasının nuzul Allahu alem yani qəbrə sallanmağa qoyulmağa deyilir. Ve vassi' mudhalahu. Onun daxil edildiği yeri genişlendir. Vaksilhu bima'in ve thelcin ve barad. Onu su ile, buz ile ve dolu ile yuh. Ve nakkihi minel hataya kema yunakka thawbul abyadu mined denes. Ve ak paltar tirkten temizlendiği kimi onun da günahlarından temizle.
Ve abdilhu daran hayran min dari. Onu o yurdundan daha hayırlı bir yurtla onun için əvəz et. Yəni onun yurdunu əvvəlki yurdundan daha hayırlı bir yurtla əvəz et. Və əhlindən daha hayırlı bir əhlə əvəz et. Və zövcəsindən daha hayırlı bir zövcə ilə əvəzlə. Və onu qəbir fitnəsindən, yəni qəbir imtihanından və od azabından qoru. Və Avf ibn Malik deyir ki, radiyallahu anhu, Rasulullah sallallahu aleyhi və səlləmin bu meydə etdiyi dua səbəbilə istədim ki, kaş o meydin yerinə mən olardım. Və eyni şeyi mən də deyirəm ki, kaş o meydin yerinə mən olardım, ancaq bu mümkün deyil təbii ki. Bəb əs-salatu aləl-mər'a. Qadın üçün namaz, yəni qadına namaz qılmaq babı. Həddəsənə Əhməd ibn Abi Sureyc قال أخبرنا شبابة قال أخبرنا شعبة عن حسين المعلم عن عبد الله بن بريدة عن سمرة ابن جندب أن امرأة ماتت في بطن فصلى عليها النبي صلى الله عليه وسلم فقام وسطها. وفي رواية عن ابن بريدة أنه سمع سمرة ابن جندب يقول إنه ليمنعني أن أتكلم بكثير مما كنت أسمع من رسول الله صلى الله عليه وسلم أنها هنا من هو أكبر مني وكنت ليلة إذن غلاما وإني كنت لأحفظ ما أسمع منه صليت وراء رسول الله صلى الله عليه وسلم وصلى على أم كعب ماتت وهي نفساء فقام رسول الله صلى الله عليه وسلم للصلاة عليها وسطها. أخرجه الطيالسي وابن أبي شيبة وأحمد والبخاري ومسلم وأبو داود وابن ماجه والترمذي والنسائي وابن حبان والطبراني والبيهaqi. Bu hadis-i şərifdə Samura ibn Cundub radiyallahu anh deyir ki, bir qadın qarnından da fi batın, yəni qarnından, yəni qarnın batından yəni öldü. Yəni burada qəsd iki şey ola bilər. Ya doğuş zamanı ölmüşdür, ya hamiləykən ölmüşdür, ya doğuş zamanı, ya da ki qarnında bir xəstəlik olmuşdur. Və Rasulullah sallallahu aleyhi ve sellem onun üçün cənazə namazı qıldı və cənazənin ortasında dayandı. Növbəti rivayət isə, yəni daha bir rivayət isə həmin bu hadisəni açıqlayır və diqqət edin, nə deyir burada Samura radiyallahu anhu? Deyir ki, mənə Rasulullah sallallahu aleyhi ve sellem mən eşitdiyim bir çox şeyi danışmağa mani olan şey burada məndən daha böyüklərin olmasıdır. Yəni diqqət edin, adam bildiyi halda, yəni haqqı, yəni hədisləri bildiyi halda danışmır ki, məndən daha böyüklər var, onlar danışsınlar. Yəni onlara ehtiram olaraq, onlara sayğı olaraq danışmır ki, onlar danışsınlar. Bugün heç bir şey bilmədiyi halda danışanlar bu böyük sahabədən ibrət almaları lazımdır ki, yəni elmi olduğu halda ondan daha böyük elmlər olduğunu bildiyi üçün susur ki, ondan daha elmlər, ondan daha böyüklər danışsınlar. Bugün isə elmi olmayanlar, elimdən heç bir nəsibi olmayanlar, yəni 24 saat durmadan danışırlar və hər zaman cahil, cürətli olur və hər zaman cahil çox danışır. Və deyir ki, radiyallahu anhu, mən deyir, o gecə cavan idi, yəni quləm, normalda yəni olan uşaqlar deyirlər. Və deyir, mən eşitdiyim, Rasulullah sallallahu aleyhi ve sellem, mən eşitdiyim hər bir şeyi yəni əzbərləyirdim. Rasulullah sallallahu aleyhi ve sellem'in arkasında deyir, namaz qıldım. Ümmü Kəbin, yəni Ümmü Kəb yəni qadın adıymış. Ümmü Kəb kunyası daha doğrusu, adı deyil. Və deyir, nüfəsə, yəni doğuşdan sonraki halda inşallah bu, o halda deyir, ölmüşdü. Rasulullah sallallahu aleyhi ve sellem ona cənazə namazı qıldı və ortasında dayandı. Bu hədis şərtdən biz öyrənirik ki, müsəlman qadın yəni hansı halda ölürsə olsun istəyir, yəni bu nüfəsə, yəni doğuşdan sonraki halında mı və yaxud da ki doğuş zamanı mı ölüb və s. yəni önemli deyil. Çünki müsəlman hər bir zaman təmizdir. Onun üçün cənazə namazı qılınır. Fərqli olaraq, yəni qadın isə özəl bir haldır ki,
onun ortasında dayanaraq cənazə namazı qılınır. Yəni, ortasına doğru dayanaraq cənazə namazı qılınır. Bəb mə cəə fis-salati aləl qabr. Yəni, qəbrin üzərində, qəbir üçün namaz qılmaq babında gələn, o babda gələnlər babı, o haqda gələn hadislər babı. حدثنا موسى ابن إسماعيل حدثنا عبد الواحد حدثنا الشيباني عن عامر عن ابن عباس رضي الله عنهما أن رسول الله صلى الله عليه وسلم مر بقبر قد دفن ليلا فقال متى دفن هذا؟ قالوا البارحة. قال أفلا آذنتموني؟ قالوا دفناه في ظلمة الليل فكرهنا أن نوقظك. فقام فصففنا خلفه فقال ابن عباس وأنا فيهم فصلى عليه. وفي رواية عن عامر الشعبي قال أخبرني من شهد النبي صلى الله عليه وسلم أتى على قبر منبوذ فصفهم وكبر أربعا قلت من حدثك؟ قال ابن عباس رضي الله عنهما. أخرجه الطيالسي وأحمد والبخاري ومسلم وأبو داود وابن ماجه والترمذي والبزار والنسائي والطبراني والدارقطني والبيهقي. Deməli, bu hadis-i şərifdə də İbn Abbas radiyallahu anhuma buyurur ki, Resulullah sallallahu aleyhi ve sellem gecə ikən yəni, qazılmış və orada ölü dəfn olunmuş bir qəbrin yanından keçir və deyir ki, bu nə vaxt dəfn olunub burada? Dedilər ki, əl-bərihə, yəni keçən gecə, belə hardasa bu, yəni dünən və keçən gecə anlamına gələn bir ifadədir əl-bərihə. O vaxt dəfn oldu. Və deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem mənə xəbər verməli deyil. Niyə mənə xəbər verməmisiniz? Deyirlər ki, onu biz gecənin qaranlığında dəfn etdik və səni qaldırmaq istəmədi. Yəni, səni oyatmaq istəmədi yuxudan. Və deyir ki, Resulullah sallallahu aleyhi ve sellem qalxdı və biz də arxasında səhv-səhv durduq. İbn Abbas deyir ki, mən də onların içərisindəydim və o verən şəxs üçün Resulullah sallallahu aleyhi ve sellem cənazə namazı qıldı. Digər bir rivayətdə isə Amir Əş-Şabi deyir ki, Resulullah sallallahu aleyhi ve sellemə şahid olan mənə xəbər verdi ki, o, yəni, mənbuz normalda lüğətən tərcüməsi atılmış deməkdir və toxunulmazlar anlamındadır. Amma buradakı ifadə inşallah, yəni, üstü örtülmüş, yəni, bəlkə də yeni qazılmış, yeni üstü bağlanmış, örtülmüş qəbir anlamındadır. Oradan deyir, yəni, o qəbrin yanına gəldi və sahabələri səhv-səhv düzdü və 4 təkbiqat, yəni cənazə namazı qıldı və dedim ki, kim sənə xəbər verdi? Yəni Şabidən soruşurlar. Şabi deyir ki, İbn Abbas radiyallahu anhuma mənə bunu danışdı, bunu xəbər verdi. Bəb mə cəə fis-salati aləş-şühədə. Şəhidlər üçün namaz qılmaq haqqında gələnlər babı. Həddəsənə Abdullah ibn Yusuf, həddəsənə Leyth, həddəsəni Yezid ibn Əbi Hubeyb, an Əbil Xayr, an Uqbətə ibn Amir, ənən Nəbiyyə sallallahu aleyhi və səlləmə xarəcə yevmən, fəsallə alə əhli Uhudin salatəhu aləl meyyid, thumma nsarafa iləl minbar, fəqal, inni faratun lakum, və ana şəhidun aleykum, və inni vallahi ələ anzuru ilə havdil ən. وإني أعطيت مفاتيح خزائن الأرض أو مفاتيح الأرض وإني والله ما أخاف عليكم أن تشركوا بعدي ولكن أخاف عليكم أن تنافسوا فيها. أخرجه أحمد والبخاري ومسلم وأبو داود والنسائي. Bu hadis-i şərifdə danışan Uqbə ibn Amir radiyallahu anh, yəni Misirə göndərilmiş, Misirdə vəzifə yerinə yetirmiş sahabədir. Buyurur ki, Resulullah sallallahu aleyhi ve sellem bir gün çıxdı və Uhudda, Uhud əhli üçün cənazə namazı qıldı, meyit namazı qıldı. Sonra döndü və minbərə tərəf gəldi. Yəni, insarafa, yəni buradan qəsd olunan şey namaz haqqında işlənəndə, yəni namazdan çıxdı, yəni namazını bitirdi və minbərə doğru getdi və dedi ki, şübhəsiz ki, mən sizin
sizdən öndə gələnəm. Yəni farat, yəni sabiq deməkdir. Yəni ki, sizdən əvvəl gedir hansısa bir yerdə, yəni sizi gözləyir. Təxminən o anlama gələn bir sözdür. Və mən sizin üçün şahidəm, yəni sizin üzərinizdə şahidəm. Və deyir, vallahi mən indi bu dəqiqə öz hovuzuma deyir, baxıram. Və mənə yer üzünün xəzinələrinin açarı və yaxud da ki, yerin açarları mənə verilmişdir. Və vallahi Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, vallahi mən sizin məndən sonra şərik qoşmağınızdan qorxmuram. Lakin mən sizin dünyada bir-birinizlə yarışmağınızdan və yaxud da ki, tənəfəs, yəni dünya üçün çalışmağınızdan qorxuram. Və Resulullah sallallahu aleyhi ve sellem dünyasını dəyişdikdən sonra illər sonra şərik qoşanlar da oldu, dünyada yarışanlar da oldu, dünyada nəfəs tükədənlər, nəfəsini bitirənlər də oldu. Allah Azze ve Celle bizlərin qədəmlərini sabit etsin. Bəb əzəbil qabr. Qəbir əzabı babı. Həddəsənə Muhammed ibn Ca'far, həddəsənə Şu'bə, an Alqamata ibn Marsad, عن سعد بن عبيدة عن البراء بن عازب عن النبي صلى الله عليه وسلم قال ذكر عذاب القبر قال يقال له من ربك فيقول الله ربي ونبي محمد فذلك قوله يثبت الله الذين آمنوا بالقول الثابت في الحياة الدنيا يعني بذلك المسلم. حدثنا محمد بن بشار ابن عثمان العبدي حدثنا محمد بن جعفر حدثنا شعبة عن علقمة بن مرثد عن سعد بن عبيدة عن البراء بن عازب عن النبي صلى الله عليه وسلم قال يثبت الله الذين آمنوا بالقول الثابت. قال نزلت في عذاب القبر فيقال له من ربك فيقول ربي الله أو ربي الله ونبي محمد صلى الله عليه وسلم. فذلك قوله عز وجل يثبت الله الذين آمنوا بالقول الثابت في الحياة الدنيا وفي الآخرة. أخرجه أحمد والبخاري ومسلم وأبو داود وابن ماجه والترمذي والنسائي وابن حبان. Bu hadis-i şərifdə də Bara ibn Azib radiyallahu anhu Nəbi sallallahu aleyhi ve sellem'dən xəbər verir ki, qəbir əzabını zikr etdi və dedi ki, ona deyilir, yəni dəfn olunan şəxsə deyilir ki, Rəbbin kimdir? Deyir ki, Allah Rəbbimdir və Muhammed də Nəbimdir. Və bu da Allah subhanahu bu sözüdür ki, Allah azze ve celle buyurur, Allah iman gətirənləri dünya həyatında sabit sözlə onlara səbat verir. Yəni İbrahim surəsinin 27-ci ayəsini oxuyur və deyir, bununla müsəlmana qəsd edirdi. Digər bir rivayətdə isə Nəbi sallallahu aleyhi ve sellem buyurur ki, Allah iman gətirənlərə sabit sözlə səbat verər və ya da səbat verir. Və deyir ki, buyurur ki, qəbir əzabı haqqında enmişdir. Və ona deyilir, yəni dəfn olunan şəxsə deyilir ki, Rəbbin kimdir? Deyir ki, Rəbbim Allahdır. Nəbim isə Muhammed sallallahu aleyhi ve sellem'dir. Bu da Allah subhanahu ve teala'nın bu sözünə görədir ki, Allah iman gətirənlərə dünya həyatında və axirətdə də səbat verir. Səbat yəni sabitlik verir, dözümlülük verir və çaşmamaq üçün güc-qüvvət verir. Digər bir rivayətdə isə Həddəsənə Ayyaş, Həddəsənə Abdülə'lə, Həddəsənə Sa'id qalə və qalə li xalifə Həddəsənə Yazid ابن زريع حدثنا سعيد عن قتادة عن أنس رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال العبد إذا وضع في قبره وتولي وذهب أصحابه حتى إنه لا يسمع قرع نعالهم أتاه ملكان فأقعداه فيقولان له ما كنت تقول في هذا الرجل محمد صلى الله عليه وسلم فيقول أشهد أنه عبد الله ورسوله فيقال انظر إلى مقعدك من النار أبدلك الله به مقعدا من الجنة
قال النبي صلى الله عليه وسلم فيراهما جميعا وأما الكافر أو المنافق فيقول لا أدري كنت أقول ما يقول الناس فيقال لا دريت ولا تليت ثم يضرب بمطرقة من حديد ضربة بين أذنيه فيصيح صيحة يسمعها من يليه إلا الثقلين. أخرجه أحمد وعبد بن حميد والبخاري ومسلم وأبو داود والنسائي وابن Hibban والبيهقي. Allah size rahmet etsin güzel kardeşler. Hadise dikkatle kulak asın. Enes İbn Malik Ebu Hamza radıyallahu anhu buyurur ki Nebi sallallahu aleyhi ve sellem dedi. Kul kabre koyulduğu zaman ve ondan üst çevirip ashabı çıkıp gittiği zaman o onların ayaklarının, ayakkabılarının tapıltısını eşidir. Ve o dəfn olunan şəxsin yanına iki mələk gəlir. Və onu otuzdururlar və ona deyirlər. Sən bu kişi Muhammed sallallahu aleyhi və səlləm haqqında nə deyirdin? Və o deyir. Mən şahidlik edirəm ki, o Allahın qulu və rəsuludur. Və ona deyilir. Odda olan cəhənnəmdəki yerinə bax, Allah Azze və Cəllə onu cənnətdə bir yerlə, yəni məqad oturulan yer, yəni Allah aləm ona deyilir. Allah Subhanahu Taala onu cənnətdəki bir yerlə dəyişdirmişdir və Nəbi sallallahu əleyhi və səlləm buyurdu ki, o onların hər ikisini görür. Yəni həm cəhənnəmdə ola biləcəyi yerini, həm də ki cənnətdə olacağı yeri görür. Və Peyğəmbər sallallahu əleyhi və səlləm davam edir, deyir ki, kafir və ya münafiq deyir ki, bilmirəm. Mən insanlar dediyi şeyi deyirdim. Və ona deyilir, nə özün anlamadın, nə də oxumadın. Və sonra onun iki qulağının arasına dəmir bir topuzla, dəmir bir şeylə vurulur və elə qışqırır ki, onun yanında olanlar, yəni insan və cindən başqa və yaxud da insan və cindən başqa yaxın olanlar hər kəs onun bu qışqırığını, bağırtısını eşidirlər. Burada hədisə diqqət edin, nə deyir həminə münafiqə, həminə kafirə? Lə dərəytə və lə tələytə. Dəra, yəni dərk etmək, anlamaq, başa düşmək, fəhm etmək deyilir. Tələytə isə tələ oxumaqdır. Yəni özünü müsəlman sayan, özünü haqq əhli sayan sələfilərin dediyi kimi, yəni biz sələfin fəhmini anlayırıq. Yəni onların özlərinin fəhmi yoxdur. Və Rasulullah sallallahu aleyhi ve sellem yəni bu hədisdə xəbər verir ki, qəbirdə gəlib sual verən mələklər həmin o başqalarının fəhmi ilə əməl edən şəxsə deyirlər ki, lə dərəyt, sən başa düşmədin, anlamadın. Yəni insanın çiyinləri üzərində öz başı olur, başqalarının başı olmur. Və həmin baş ona görə ona verilib ki, onunla dərk etsin və qərar versin. Allah subhanahu wa ta'ala hidayət versin bu insanlara. Hadis-i Fatıma bintil Munzir an Əsma binti Əbi Bakr qalət. Xataba Rasulullah sallallahu aleyhi və səlləm ən-nas. فحمد الله وأثنى عليه ثم قال أما بعد ما من شيء لم أكن رأيته إلا قد رأيته في مقام هذا حتى الجنة والنار وإنه قد أوحي إلي أنكم تفتنون في القبور قريبا أو مثل فتنة المسيح الدجال لا أدري أي ذلك قالت أسماء فيؤتى أحدكم فيقال ما علمك بهذا الرجل فأما المؤمن أو الموقن لا أدري أي ذلك قالت أسماء فيقول هو محمد هو رسول الله جاءنا بالبينات والهدى فأجبنا وأطعنا 3 مرار فيقال له نم قد كنا نعلم إنك لتؤمن به فنم صالحا وأما المنافق أو المرتاب لا أدري أي ذلك قالت أسماء فيقول لا أدري سمعت الناس يقولون شيئا فقلت Bu hədisi biz əvvəlki kitabda yəni kitabın əvvəllərində oxumuşuq. Ona görə isnadsız oxuyuruq və Əsma bint Əbu Bakr radiyallahu anhuma buyurur ki, Rasulullah sallallahu aleyhi və səlləm
insanlara hitap etti, hutbe verdi ve Allah Subhanahu ve Taala'ya hamd edip ona sana etti. Sonra dedi ki, "Amma ba'd", yani bundan sonra deyir ki, benim görmediğim öyle bir şey kalmadı ki bu makamında görmüş olmayım. Hatta cennet ve cehennemi de gördüm. Ve bana vahiy olunur ki, sizler qəbirlərinizdə Məsih Dəccalın fitnəsinə yaxın və ya onun mislində fitnə ilə imtihan olunacaqsınız. Dəqiq bilmirəm, ravidəki bilmirəm, əsma hansını dedi. Yəni, yaxın yoxsa mislində. Və deyir, sizin hər hansı biriniz gətirilir və ona deyilir. Bu kişi haqqında, yəni Rasulullah sallallahu aleyhi ve sellem qəsd olur, elmin nədir? Yəni, suala fikir verin, bu kişi haqqında elmin nədir? Eşitdiyin söz-söhbət yox, dedikodu yox, qəzetdə oxuduğun, jurnalda oxuduğun, radioda eşitdiyin, yalancı xatiblərin danışdığı yox. Bu kişi haqqında elmin nədir? Elmin, elm. Yəni öyrənmirsən, elm yığmısan ki, Muhammed sallallahu aleyhi ve sellem, Muhammed ibn Abdillah aleyhissalatu vesselam hansı dillə gəlmişdi və nəyə çağırırdı? Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, mümin və yaxud da muqin, ravi deyir ki, bilmirəm hansını dedi Əsma. Deyir ki, o Muhammeddir. Allahın Rəsuludur o. Bizə açıq-aşkar dəlillər və hidayətlə gəlmişdi və onun dəvətini qəbul etdik və itaat etdik. 3 dəfə təkrarlayır bunu. Diqqət eləyin, görün, mümin və yaxud da yəqinlə iman edən birisi nə qədər sabitdir, hətta qəbrində belə. Və ayətdə oxuduğumuz kimi Allah Azze və Cəllə iman edənlərə həm dünya həyatında, həm də axirətdə sabat verir. Allah Subhanahu wa Ta'ala bizləri dünya və axirətdə sabit olan qullardan etsin. Və münafiqə və yaxud da ki, şübhə içərisində olana ravi deyir, bilmirəm, əsab olan hansını dedi. Ona gəldiksə deyir ki, bilmirəm, eşitdim, insanlar deyirlər və mən də dedim. Yəni, bundan sonra sələfin fəhmi ilə anlamaq istəyənlərin vay halına ki, bu hədisləri oxuyurlar, ona iman gətirmirlər. Digər bir rəvayət, Həddəsənə Həsən, yəni İbn Musa, Həddəsənə Həmmad ibn Saləmə, ən Thəbit, və Hümeydin, ən Ənəsin radiyallahu anhu, أن رسول الله صلى الله عليه وسلم كان على بغلة شهباء فمر على حائط لبني النجار فإذا هو بقبر يعذب صاحبه فصاحت البغلة فقال لولا أن لا تدافنوا لدعوت الله أن يسمعكم عذاب القبر. أخرجه أحمد والنسائي وأبو يعلى وابن حبان. Enes İbn Malik Ebu Hamza radıyallahu anhu ve ardah, Hadim Resulullah sallallahu aleyhi ve sellem. Ebu Hamza kunyesi olan Enes İbn Malik radıyallahu anhu ve Resulullah sallallahu aleyhi ve sellemin hizmetçisi buyurur ki, Resulullah sallallahu aleyhi ve sellemin bir kül renkli, yani Bağratun Şehbe bu anlama gelir, bir qatırın belində Bəni Nəccarın bir divar anlamına gəlir, hayət kəlməsi və yaxud da hasar anlamına gəlir, Allahu aləm. Yəni, Bəni Nəccar qəbiləsinə məxsus bir yerdən keçirdi və orada deyir, bir qəbir vardı ki, o qəbirin sahibinə azab verilirdi və qatır oradan dönüb qaçmaq istəyir. Yəni, hasa, yəni dönüb qaçmaq, getdiyi yoldan qırağa sapmağa deyilir. Yəni, qatır oradan keçmək istəmir, yolunu dəyişməyə çalışır. Və Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, əgər siz dəfn olunmasaydınız, dəfn etməsəydiniz bir-birinizi, Allaha dua edərdim ki, sizlərə qəbir əzabını eşitdirsin. Təkrarla bir də oxuyuram. Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, əgər sizlər tədafən, yəni biri o birini dəfn etmək, yəni qarşılıqlı feil anlamına gəlir bu şey, bu cür yəni, söz tipi. Yəni sizlər bir-birinizi dəfn etməsəydiniz, mən Allaha dua edərdim ki, sizlərə qəbir əzabını eşitdirsin. Allah subhanahu ve ta'ala müsəlmanları qorusun. حدثنا محمد بن المثنى حدثنا يحيى حدثنا شعبة قال حدثني عون بن أبي جحيفة عن أبيه عن البراء بن عازب عن أبي أيوب رضي الله عنهم قال خرج النبي صلى الله عليه وسلم وقد وجبت الشمس فسمع صوتا فقال يهود تعذب في قبورها. أخرجه أحمد وعبد بن حميد والبخاري ومسلم والنسائي.
Bu hadis-i şərifdə də Bara ibn Azib radiyallahu anhu, Əbu Ayyub Əl-Ansari radiyallahu anhudan rivayət edir ki, Rasulullah sallallahu aleyhi ve sellem bir axşam vaxtı, yəni günəş batmışdı artıq, çıxdı və bir səs eşitdi və dedi ki, Yahudidir, bu Yahudilərdir, qəbirlərində əzab görürlər. Elhamdülillah. Bəb mə cəə fi vəfati Rasulillahi sallallahu aleyhi və səlləm. Resulullah sallallahu aleyhi ve sellem vefatı hakkında gelenler babı. Haddesena Bişr ibn Muhammed, akbarana Abdullah, kâle akbarani Ma'mar ve Yunus, anil Zuhri, kâle akbarani Ebu Selemete enne Aişete radiyallahu anha, zavcen Nebiyyi sallallahu aleyhi ve selleme akbarathu, kâlet, أقبل أبو بكر رضي الله عنه على فرسه من مسكنه بالسنج حتى نزل فدخل المسجد فلم يكلم الناس حتى دخل على عائشة رضي الله عنها فتيمى النبي صلى الله عليه وسلم وهو مسجن ببرد حبرة فكشف عن وجهه ثم أكب عليه فقبله ثم بكى فقال بأبي أنت يا نبي الله لا يجمع الله عليك موتتين أما الموتة التي كتبت عليك فقد متها أخرجه أحمد والبخاري ومسلم وأبو داود والنسائي. Ayşe radıyallahu anha, müminlerin anası, Sıddık'ın kızı Sıddık radıyallahu anha buyurur ki, Ebu Bakır radıyallahu anhu Sunç deyilen yerde, yani Medine yakınlığında bir yerdir. Oradaki məskənindən deyir, gəldi və məscidə daxil oldu, məscidə girdi və Ayşə radıyallahu anhanın yanına girənə qədər heç kimə danışmadı. Və Nəbi sallallahu aleyhi ve sellemə tərəf yönəldi və bir Yəmən geyimi olan bir geyimlə üzü örtülmüşdü Peyğəmbər aleyhissalatü vəssələmin və üzünü açdı və ona tərəf əyildi və onu öpdü. Sonra ağladı və dedi ki, atam anam sənə fəda olsun ey Allahın nəbisi, Allah səndə iki ölümü cəm etməyədəkdir. O ölüm ki Allah sənə yazmışdır və yaxud da sənə yazılmışdır, artıq o ölümünlə ölmüsən. Yəni burada nəyə görə Əbu Bakr radiyallahu anh belə bir şey demişdir? Onunla izah oluna bilər ki, Resulullah sallallahu aleyhi ve sellem vəfat edəndə sahabanın bəziləri deyirlər ki, o ölməyib. O ölməyib, qayıdıb gələdək və münafiqlərin əl və ayaqlarını kəsəcəkdir, doğrayacaqdır. Belə bir söz deyənlər var sahabada. Çünki heç kim Allahın nəbisi aleyhissalatü vəssələmin ölümünü qəbul etmək istəmirdi. Allahu aləm, Əbu Bakr radiyallahu anhu müsibət nə qədər böyük olsa da, yəni özünü itirməmişdi və belə bir sağlam bir sözlə insanlara cavab verib onları sakitləşdirməyə çalışırdı. Allahu aləm. حدثنا محمد بن مقاتل أخبرنا عبد الله بن المبارك أخبرنا هشام بن عروة عن أبيه عن عائشة رضي الله عنها أن رسول الله صلى الله عليه وسلم كفن في ثلاثة أثواب يمانية بيض سحولية من كرسف ليس فيهن قميص ولا عمامة. أخرجه مالك وأحمد وعبد بن حميد والبخاري ومسلم والترمذي والنسائي. Yine müminlerin anası Resulullah aleyhissalatü vesselamın cəvrəsi Ayşə bint Əbi Bakr radiyallahu anh buyurur ki, Resulullah sallallahu aleyhi ve sellem 3 Yəmən geyimində, yəni ağ geyimdə, ağ geyimə deyək ki, bükülü kəfənləndi. Pambıqdan olan geyimidir. O geyimin içərisində nə qamis, nə də ammamə var idi. Deməli 3 Yəmən geyimi olan, ağ rəngdə olan geyimə büküldü Resulullah sallallahu aleyhi ve sellem. حدثنا يحيى ابن يحيى أخبرنا عبد الله بن جعفر المسوري
عن إسماعيل ابن محمد ابن سعد عن عامر ابن سعد ابن أبي وقاص أن سعد ابن أبي وقاص قال في مرضه الذي هلك فيه الحدوا لي لحدا وانصبوا علي اللبن نصبا كما صنع برسول الله صلى الله عليه وسلم. أخرجه أحمد ومسلم وابن ماجة والنسائي. Sa'd ibn Vakkas radıyallahu anhu yani o hastalıktan ki hansı ki ölmüştü, yani ölüm ayağında olan olduğu hastalık zamanında deyir ki benim için yani lahd edin, yani qəbir dik sonra qazılandan sonra yani çəpinə yanaşı olaraq yani qazılır qəbirin bir tərəfi. Yani deyir benim için lahd edin. Normalde lahd lüğətdə yəni sapmaq, qırağa əyilmək demək. Yəni qəbir düz sonra da yani qırağa doğru, kənara doğru qazılır. Ona lahd deyirlər, kənarda qazılan yerə. Deyir ki benim için deyir lahd edin və üzərimə də deyir labin, yəni kərpiç kimi təzim olunan yəni bir daş qoyun düz şəkildə, necə ki Resulullah sallallahu aleyhi və səlləmə edilmişdi. Yəni burada görsənir ki Resulullah sallallahu aleyhi və səlləmin dönəmində belə bir şeylər yəni edilib ki sahabələr də onun üçün eləmişdilər. Deməli vəhiy bunu doğrulamışdır və bəlkə də Resulullah sallallahu aleyhi və səlləm göstəriş vermişdir. Ona görə də bu cür yəni, edilmişdir. Yani labin deyirlər, dörtkünc, yəni kəhbicə daşa deyilir, yəni palçıqdan örülmüş daşa deyirlər və deməli qəbirdə lahd olur və həmçində qəbrin üzərinə belə daş qoyulur. حدثنا سليمان بن حرب حدثنا حماد عن ثابت عن أنس قال لما ثقل النبي صلى الله عليه وسلم جعل يتغشاه فقالت فاطمة عليه السلام وكرب أباه فقال لها ليس على أبيك كرب بعد اليوم ليس على أبيك كرب بعد اليوم فلما مات قالت يا أبتاه أجاب ربا دعاه يا أبتاه من جنة الفردوس مأواه يا أبتاه إلى جبريل ننعاه فلما دفن قالت فاطمة عليه السلام يا أنس أطابت أنفسكم أن تحثوا على رسول الله صلى الله عليه وسلم التراب. وفي رواية لما ثقل رسول الله صلى الله عليه وسلم جعل يبسط رجلا ويقبض أخرى ويبسط يدا ويقبض أخرى قالت فاطمة يا كرباه لكربك يا أبتاه قال رسول الله صلى الله عليه وسلم أي بنية لا كرب على أبيك بعد اليوم. فلما توفي قالت فاطمة يا أبتاه أجاب ربا دعاه يا أبتاه إلى جبريل ننعاه يا أبتاه من ربه ما أدناه يا أبتاه جنة الفردوس مأواه. وقال أنس فلما دفناه قالت لي فاطمة يا أنس كيف طابت أنفسكم أن تحثوا على رسول الله صلى الله عليه وسلم التراب. وفي رواية أن فاطمة قالت يا أنس كيف طابت أنفسكم أن تحثوا على رسول الله صلى الله عليه وسلم التراب. وقالت يا أبتاه من ربه ما أدناه وأبتاه جنة الفردوس مأواه وأبتاه إلى جبريل ننعاه وأبتاه أجاب ربا دعاه. قال حماد حين حدث ثابت بكى وقال ثابت حين حدث به أنس بكى. أخرجه الطيالسي وأحمد وعبد بن حميد والدارمي والبخاري ومسلم وابن ماجه والنسائي وأبو يعلى وابن حبان والطبراني في الصغير والبيهقي في دلائل النبوة. Enes İbn Malik radıyallahu anh deyir ki Resulullah sallallahu aleyhi ve sellemin ağırlaşan, xəstəliyi ağırlaşanda üzünü örtürdü deyir. Və Fatimə dedi ki aleyhisselam və kərbə əbəh, yəni atamın müsibəti, atamın sıxıntısı anlamı, yəni bu ərəbdə sırf yəni olan bir ifadədir. Hərfən tərcümə etmək mümkün deyil.
Yəni kərb normalda müsibət, bəla anlamında olur. Belə deyəndə Rasulullah sallallahu əleyhi və səlləm buyurur ki, bu gündən sonra artıq atanın üçün heç bir müsibət yoxdur. Öldüyü zaman isə Fatimə radiyallahu anha deyir ki, atacan, Rəbbinin dəvətinə cavab verən atacan, Firdevs cənnəti məkanı olan atacan, Cibrilə ölüm xəbərini verəcəyimiz atacan, dəfn olunduğu zaman isə Fatimə dedi ki, aleyhisselam, ey Ənəs, necə nəfsləriniz rahat oldu ki, Rasulullah sallallahu aleyhi və səlləmin üzərinə torpaq attınız. Digər bir rivayətdə isə Rasulullah sallallahu aleyhi və səlləm ağırlaşdığı zaman bir ayağını açıb, bir ayağını yığırdı, bir əlini açıb, bir əlini yığırdı. Fatimə dedi ki, ey ata, yəni sənin bu müsibətin nədir? Dedi ki, ey qızım, bundan sonra artıq atan üçün heç bir müsibət, heç bir sıxıntı yoxdur. Öldüyü zaman isə Fatimə dedi ki, Rəbbinin dəvətinə cavab verən atacan, Cibrilə ölüm xəbərini verəcəyimiz atacan, Rəbbindən başqa kimsə ona bu qədər yaxın olmayan atacan, Firdevs cənnəti məskanı, yurdu olacaq atacan. Ənəs deyir ki, dəfn etdiyimiz zaman isə Fatimə dedi ki, ey Ənəs, necə nəfsləriniz necə rahat oldu ki, Rasulullah sallallahu aleyhi ve sellem'in üzərinə torpaq attınız. Digər bir rivayətdə də, yəni oxşar ləfslərlə zikr olunmuşdur. Həmməd İbn Sələmə deyir ki, Səbit bu hədisi danışdığı zaman ağladı və Səbit də dedi ki, Ənəs bu hədisi danışdığı zaman ağladı. Və bununla da cənazə kitabını bitirmiş oluruq. Resulullah sallallahu aleyhi ve sellemin ölməsiyle bu ümmət yetim qaldı. Lakin onun dini ölməyib. Çünki o din Muhammed sallallahu aleyhi ve sellemin dini deyil. Allah azze ve celle'nin dinidir. Allah asla ölməyəcək. Allah subhanahu ve teala diridir. Hayy və qayyumdur. Onun dini də hər zaman diri olacaqdır. Və Allah subhanahu ve teala'dan istəyirik ki, sonumuzu xeyir etsin. Və bizləri bu dünyada Muhammed sallallahu aleyhi ve sellemin qoyduğu yola, gətirdiyi dinə tabi olan qullarından etsin. Allah subhanahu ve teala cənnətdə, axirətdə, qiyamət günü Muhammed sallallahu aleyhi ve sellemin bayrağı altında toplaşan qullarından etsin. Və Allah subhanahu ve teala bizləri cənnətdə nəbilər, siddiqlər, rəsullar və şəhidlərlə birlikdə olan qullarından etsin. Amin. Və axiru da'vana enilhamdülillahi rabbil alemin.